Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Gününüz xeyirli olsun inşallah. Bugün yəni bildiyiniz kimi bizdə Real Trade siqnal kanalında biz səhər saatlarında, səhər saat sübhdən saat 1-də, o 1-də, 2-də biz siqnalı paylaşdıq səhər tezdən. Yəni ən maraqlı olan qızıldaydı. Yəni qızıl bay əməliyyatlarından və sel əməliyyatları ilə biz qiymətləri, orderləri açdıq və bay əməliyyatları bizə $9 gəlir verdi. Sel əməliyyatlarında isə, yəni eyni zamanda satış əməliyyatları da açıldı. Satış əməliyyatları təbii ki, yuxarıdan açıldı, amma biz aşağıda sel əməliyyatlarını qeyd edilmişdik. $6 da demək qızılda oldu. Ən yüksək gəlirlər, yəni qızıldan gəldi. Ondan sonraki valyuta təbii ki, ikinci yerdə Bitcoin gəldi. Bitcoin də super bir nəticə verdi. Yəni satış əməliyyatlarına alışlar formalaşmadı, amma satışlarda isə qəşəng gəlirlər verdi. Eyni zamanda neftdə də bizim əməliyyatlarımız açıldı və gəlirlə nəticələndi. Demək, dolların Yapon yerində, Yapon yerində olan rəqabətində, yəni əməliyyatlar açıldı, amma gəlirləri az oldu. Yəni bunun üçün də bütün traderlərin, bizim Real Trade siqnal kanalında olan traderlərin məsləhətim olur ki, gəlir olanda mütləq sığortalamaq lazımdır. Bunu yaddan çıxartmayın. Yəni sığorta olmasa mümkün deyil. Yəni təbii ki, bazar xaotikdir və qısa zaman ərzində bazar dönə bilər. Bunun üçün də biz indi sizə çalışaraq beynəlxalq maliyyə birjasında bugün nələri baş verəcək, o haqda söhbət açaraq bizim dəyərli traderimiz, dostumuz, əzizimiz Anar bəy sual verdi səhər saatlarında ki, qızıl yenə qalxacaqmı, qalxmayacaqmı sualını verdi. Təbii ki, qızıl demək, qızıl aşağıda 3372-lər dəstəkdir, amma 70 olarsa aşağı doğru istiqamətə davam etdirəcək. Amma yəni həmin nöqtədən aşağıda formalaşmasa təbii ki, qızıl 3440-45-lərə qədər qalxacaq. Gəlin biz baxaq, biz Telegram siqnal kanalında Bitcoin üçün satış əməliyyatlarını harada vermişik? Yəni 108-200-lərdə vermişik. 107-500-lərə take profit qoymuşuq, amma ondan aşağı 106-lara qədər enib. Sonra qızılda, əsasən maraqlı olan qızılda, qızılın bayında 3394-lərdə biz alış əməliyyatlarını vermişdik. Qızıl 3403-lərə qədər qalxdı, $9. Satış əməliyyatları isə 3380-lərdə idi və 3380-lərə 3374-73-lərə qədər endi. Bir $6 bir enişlə nəticələndi. Bugün hal-hazırdakı vəziyyətdə qızıl 3300 yəni 3300 hazırki vəziyyətdən demək biz baxırıq, yəni yuxarı qalxmaq istəyir, amma qabaqda, qarşıda bir neçə dəstək xətti var. Siz bunu bir saatlı zaman intervalında trend xəttini çəksiniz və trend xəttindən bəlli olunacaq ki, qiymət hansı istiqamətdə hərəkət edir. Hal-hazırda yüksəlişə doğru imza atsa belə, təbii ki, biz indi şortlara keçərik, şortlarına daha ətraflı məlumat verərik. Yəni, hal-hazırdakı vəziyyətdə yuxarı qalxsa belə, amma qarşıda müqamət xəttləri var. O müqamət xəttlərinə diqqət edilməyiniz məsləhət görülür. Keçək biz digər cütləri Bitcoin-ə keçək. Bitcoin da demək olar ki, qiymət yəni çox aşağı 106-400-lərə qədər endi. Yəni bugün 106-300-lərdən aşağı formalaşsa satış əməliyyatları, alış əməliyyatlarına biz nə edə bilərik? Sadəcə olaraq siz bir saatlı zaman intervalında və ya da yarım saatlı zaman intervalında son şamlar ki var, ora bir dənə trend xəttini atın. Trend xəttini atandan sonra qiymət əsasən də alış əməliyyatları üçün 107-200-ləri göstərsə belə 106-900-lərdən bay əməliyyatlarına girmək olar. Amma satış əməliyyatlarımız 106-400-lərdən yenidən formalaşa bilər. Bunu nəzərdən qaçırmayın. Digər cütlərə gəldə isə funtun olan rəqabəti səhər saatlarında satış əməliyyatları təbii ki açılıb, amma korreksiyalar verir. Satışlar 1.35-500-lərdən aşağı formalaşmasında olacaq, amma bizim tələbələrimiz bilir ki, biz təbii ki satış əməliyyatlarına olsa həmin nöqtədən aşağıda formalaşmadı.
formalaşmadığı üçün də, yəni hələ ki yuxarı korreksiyalar olacaq. Alışlar isə 1.35 850-lərdən yuxarı formalaşmasında olacaq alışlar. Eləcə də biz evronda olan rəqabətinə gəldikdə isə, yəni 2 nöqtəni nəzərə çatdırın. Birinci 1.15 400-lərdə bundan aşağı formalaşsa, ikinci dəstək şam nəzəriyyəsi, yuxarı isə 1.15 870-lərdə. Yəni bunlara diqqət eləmək lazımdır. Eyni zamanda digər cütlüklər gəldikdə isə düzdür, yazı Yapon yeni artıq səhər saatlarında, yəni indi 1 saat əvvəl, yəni sürətlə aşağı doğru istiqamətlə davam etdi, gəldi. Yəni bu gün ərzində 144 400-dən aşağı formalaşsa satışlara yol açacaq. Eləcə də dolların frank olan rəqabətində 1.81 200-lərdədir. Ondan aşağı formalaşsa, o da aşağı doğru istiqamətlə davam edəcək. Yəni digər cütlüklər haqqında isə biz short videoları keçərik. Hələlik bir də nəzər çatdırım ki, bizim Real Trade kanalını izləyən insanlar və üzv olan insanlara nəzər çatdırım ki, gəlirlər onda mütləq və mütləq sığortalığın gəlirlər.